Salam əziz şagirdlər və abituriyentlər. Bugün sizə bərabərsizlik mövzusuna aid maraqlı bir sual izahını vermək istəyirəm. Sual nədən ibarətdir? Verilib ki, A kiçikdir 2də 1, B kiçikdir -3də 1, C böyükdür 4də 1 və bizdən A üstəgəlsin B çıxılsın C ifadəsinin qiymətini istəyir. Bu zaman nə edirik? Bərabərsizlik mövzusunda əgər 2 dənə eyni işarə varsa, eyni işarəli ifadələri alt-alta toplayırıq. A kiçikdir 2də 1, B kiçikdir -3də 1 işarələri ikisi də kiçikdir olduğuna görə bunları alt-alta toplayırıq. Toplayarkən nə alınır? A üstəgəlsin B kiçikdir 2də 1 üstəgəlsin -3də 1. Bu bizə verir A üstəgəlsin B kiçikdir 6da 1 və C'miz də C böyükdür 4də 1 olduğundan və əks işarəli bərabərsizlikdə əks işarəli ifadələri alt-alta çıxırıq. Çıxarkən necə yazırıq? A üstəgəlsin B çıxılsın C kiçikdir 6da 1 çıxılsın 4də 1. Mən yuxarıdan aşağını çıxdığıma görə yuxarıdakı ifadənin işarəsini yazdım. Yəni hansını çıxırıqsa birinci onun işarəsini yazırıq. Və alırıq ki, A üstəgəlsin B çıxılsın C kiçikdir 12də -12də 1.